Xoş gördük əziz dinləyicilər. Artıq Rusiyanın 15 aydan çoxdur ki, mübarizə apardığı və almağa çalışdığı Pokrovski istiqamətində hələ də döyüşlər gedir. Ya da sadəcə olaraq Rusiya tərəfdən bəzən dezinformasiyalar yayılır ki, yox, Pokrovski almışıq, hələ ki ala bilməyiblər və 8-in 1-ə nisbətində muş kimi qırılırlar desək, yanılmarıq. Əlbəttə ki, bu müharibə mən bir neçə dəfə demişəm ki, bu müharibə bir kənd müharibəsi deyil. Necə ki, Baxmutu itirdilər, Pokrovski da itirə bilərlər. Bu müharibədə Pokrovskinin alınması müharibənin gedişində bir dönüş etməyəcək. Sadəcə olaraq bu Rusiyanın tükəndirilməsi hadisəsi. Necə ki, Baxmutda Rusiya öz ən vacib elit qüvvələri olan Wagneri itirdi. Pokrovskida da artıq 15 aydan çoxdur ki, mübarizə aparır və siz təsəvvür edin ki, 100 mindən çox insan məhv olub və ət maşından keçir. O xatırlayırsınız, biz bu ifadəni Rusiya üçün işlədirdik ki, ət maşınına verir insanları. Onlar da həyasız bir idarəçiliyə məxsus olduqlarına görə dünənləri Zaxarova bildirib ki, Ukrayna öz xalqını ət maşınından keçirir. Eynən, yəni ona deyilən sözləri o bəzi o sırtıq insanlar kimi qarşı tərəfin üzərinə atır. İkinci bir məsələ mənim dünyada və Hollywoodda ən çox sevdiyim aktrisa olan Angelina Jolie gözlənilmədən Xersona gəlib və heç kəs onu tanımayıb və sonradan tanıyıblar ki, bu Angelina Jolie'dir, onu ora buraxmaq istəməyiblər və bugün bu hətta Rusiya telekanallarında belə ajotaj doğurub ki, Angelina Jolie Xersona gəlib. Hansı ki, o Xerson ki, Rusiya oranı tutmuşdu, Rusiya oranı öz ərazisi hesab edir, amma Angelina Jolie ora gəlməklə həm də dünyanın mövqeyini, dünyanın diqqətini ora çəkmiş oldu. Yaşasın Angelina Jolie xanım. Təşəkkür edirəm diqqətinizə görə.